iki mühüm məqam var. Birinci, səbr eləmək mütləq şəkildə. Çünki Allah Taala Quranda İnşirah surəsində deyir ki, İnnə ma'al usri yusra, özdə bir neçə dəfə təkrarlayır və deyir ki, hər bir çətinlikdən sonra mütləq bir asanlıq olacaq. Yəni, hər birimiz bilməliyik ki, bir çətinliyin bir sonu da olacaq, bir gecənin aydınlığı da olacaq. İkinci isə Allaha daha çox yönəlmək və ona daha çox dua etmək və ondan daha çox istəmək. Əslində, burada çox önəmli bir məqam odur ki, İmtahan, sınaq həm də bizi Allahdan uzaqlaşmaqdan saxlayır. Mömin insanı, imanlı insanı. Sanki ona bir xəbərdarlıq verir ki, sən haqq yolundan, düz yoldan, iman yolundan uzaqlaşma. Baxın, insanlar daha çox Allahı nə vaxt yadlarına salırlar?